Niyə uşaq daim yox deyir? Təxminən 2 yaşında uşaq özünün ilk vacib böhranına yaxınlaşır. Bu böhran 2 yaş böhranı adlanır. Bu yaşa qədər uşaq kifayət qədər təcrübə toplayıb. Artıq bir ildir ki, o sərbəst hərəkət edir və danışıq vasitəsilə başqaları ilə ünsiyyət qura bilir. Gündən günə uşaq əmin olur ki, bir çox şeyi anasız da edə bilər. Və məhz burada onu həqiqi bir kəşf gözləyir. Məlum olur ki, o və anası əvvəllər düşündüyü kimi bir bütöv deyil, 2 ayrı insandır. Bunu tam dərk etmək və öz gücünə inamını möhkəmləndirmək üçün uşaq daim sərhədləri yoxlayır. Harada özü bitir, harada ana başlayır. Belə sınaqlar üçün ən əlçatan söz isə yox sözüdür. Bəzən bu çox gülməli görünür. Məsələn, uşaq içmək deyir. Ana ona su verir, amma cavabında yox eşidir. Axı indi özün içmək istədiyini demişdin. Yox, ana artıq adət etdiyi bu cavabı eşidir. Bəzən uşağın belə davranışı böyüklərdə əsəb və acizlik yaradır. Növbəti dəfə övladınızdan o axmağı yoxu eşidəndə yadınıza salın ki, bu yoxun arxasında onun üçün çox vacib məsələlər dayanır. O, müstəqillik qazanır və sizdən ayrılma prosesindən keçir. Səbirli olun. Bir müddət sonra uşaq öz etirazını idarə etməyi öyrənəcək və onu indiki kimi yox, daha uyğun və seçici şəkildə istifadə edəcək. Bəzi tədqiqatçılar bu böhranı 3 yaş böhranı adlandırır. Əslində bu böhran həm 2, həm də 3 yaşında başlaya bilər, daha yumşaq və ya daha kəskin keçə bilər, bir neçə aydan bir neçə ilə qədər davam edə bilər. Hər şey çox fərqlidir.